Komitəsinə təşəkkürümü bildirirəm dəvət üçün. Mən Ərdal Hocadan sonra bizim laboratoriyada, Genetik İhtiyatlar İnstitutu laboratoriyasında gördüyümüz işlər haqqında məlumat vermək istəyirəm. Kök hüceyrə nədir? Ərdal Hoca çox geniş danışdı bu haqda. Kısaca olaraq mən də keçəcəm. Hocanın dediyi kimi, kök hüceyrə bizim ilk hüceyrəmizdir, ana hüceyrəmizdir və bu hüceyrə digər hüceyrələrə başlanğıc verən, digər orqan və toxumalarımızı yaradan hüceyrələrdir. Ona görə bunlara unikal hüceyrələr deyilir və tam razıyam Ərdal Hoca'yla ki, hüceyrə terapiyası artıq tibbin gələcəyidir və bugün biz tibbimizi hüceyrə terapiyası üzərində qurmağa doğru gedirik. Və çox qürur verici bir hissdir ki, Azərbaycanda da bu sahədə ciddi işlər görülür və bu işlərdən biri də bizim laboratoriyada gördüyümüz işlərdir. Regenerativ tibb nə qədər aktualdır? Ərdal Hoca bu haqda detallı məlumat verdi. Əslində müalicəsi olmayan, yəni artıq əlimizi üzdüyümüz bütün xəstəliklərin demək olar ki, çarəsi artıq regenerativ tipdədir. Burada bir sıra xəstəliklərin siyahısı gedir və bu siyahda biz aktiv olaraq görürük ki, regenerativ tiplə, yəni hüceyrə terapiyasından biz həmin xəstəliklərə tam müalicəsini verməsək də müəyyən qədər köməkliyimizi göstərmiş oluruq. Eyni zamanda regenerativ tip dediyimiz kimi tibbin gələcəyidir və bu sahədə dünya üzrə ciddi işlər gedir. Mən qısaca olaraq laboratoriyamızda görülən işlər haqqında sizə məlumat vermək istəyirəm. İlk laboratoriya Azərbaycanda 2018-ci ildə qurulması haqqında fikirlər başladı və 18-ci ildən sonra biz ən müasir texnoloji avadanlıqlarla laboratoriyamızı tərkiz etdik. Bir il müddətində araşdırma kimi çalışdıq və ondan sonra 2001-ci ildə GMP laboratoriyasına sertifikat aldıq. Yəni, bu sertifikatı alarkən təbii ki, bütün standartlara uyğun olmağımız və bu standartların beynəlxalq standarta uyğun qurulmasını çalışdıq və bu sahədə sertifikatlarla tərtib olundu. Qeyd edim ki, sertifikatlarımız ildə bir dəfə yenilənir. Bayaq mən Səhiyyə Nazirinin nümayəndəsi hörmətli Rabit müəllimlə danışdım və Azərbaycanda da artıq bu sahədə GMP laboratoriyasının açılması barədə müəyyən işlər gedir. Hal-hazırda Səhiyyə Nazirliyi tərəfindən bu işlər görülmək üzrədir və ümid edirəm ki, artıq gələcəkdə GMP-ni biz xarici ölkələrdən yox, artıq Azərbaycandan almış olacağıq və bu da çox mühüm bir hallardan biridir. Ərdal Hoca da qeyd elədi, burada ən önəmli şərt laboratoriyanın və yaxud da ki, hüceyrənin GMP standartlarına uyğun olması deməkdir. GMP nədir? GMP həmin hüceyrənin keyfiyyəti, həmin hüceyrənin sterilliyi və həmin hüceyrənin insan orqanizması üçün təhlükəsiz olmasını təmin edən bir laboratoriyadır. Laboratoriya bütün keyfiyyət tələblərinə cavab verməli və eyni zamanda sterillik mühüm şərtlərdən biridir. Bu sterillik üçün xüsusi quraşdırılmış HEPA filtrli kabinlər, B sinif otaqlar və bunların ən önəmli hissəsi isə laboratoriyanın müəyyən standartlara uyğun olması önəmli faktorlarımızdan biridir. Burada qısaca olaraq laboratoriyada olan HEPA filtrli otaqlarımız və onların sterillik şərtləri 24 saat ərzində işləyən, fasiləsiz olaraq işləyən havalandırma sistemi və eyni zamanda rütubəti nəzarət və keyfiyyətli standartlara uyğun hüceyrənin istehsalı. Qeyd elədiyim kimi, laboratoriyada müxtəlif cihazlarla, müasir cihazlarla tərkiz olunub və burada beynəlxalq standartlara uyğun olaraq hüceyrənin həm keyfiyyəti, həm
canlılığı, həm proliferasiya göstəricisi, eyni zamanda mikrobiyoloji sterillik testləri, canlılıq testləri detallı şəkildə müayinə olunur. Biz ilk başlayarkən təbii ki, bunların hamısına nail olmamışdıq. İlk başlayarkən yavaş-yavaş bu standartlara uyğun olmağa çalışdıq və nəhayət ki, həmin standartları əldə etmiş olduq. Bugün laboratoriyada keyfiyyətə nəzarət üçün qram boyaması, mikrobiyoloji testlər, eyni zamanda mikoplazma analizi, endotoksin səviyyəsi və hüceyrənin canlılığını və sayını göstərən nümunələr, bütün nümunələr həmin standartlara uyğun olur. Flow-stometri cihazı ilə aldığımız materialın, aldığımız hüceyrənin gerçəkdən də kök hüceyrə olmasını, mezenkmal kök hüceyrə standartına uyğun gəlməsini təsdiq edən analizlərin aparılması ilə sonuçlanır və ondan sonra həmin hüceyrələr sertifikatla təmin olunur. Verdiyimiz bütün hüceyrələr sertifikatlı hüceyrələr olur. Laboratoriyada qurulması üçün 2021-ci ildə, 2019-cu ildə biz xüsusi avadanlıqlar gətirdik. Bunların hər biri Türkiyədən gətirildi. Və bu avadanlıqlar qurulduqdan sonra qeyd etdiyim kimi bir ədəd C sinif və 2 ədəd B sinif otaqlarla təmin olundu. Burada əsas işimiz istifadə olunan avadanlıqların iş sahələrinin əlçatan zonada yerləşməsi, ümumi iş zamanı fiziki yorğunluğun və gərginliyin minimuma endirilməsi və eyni zamanda təhlükəsiz və rahat iş şəraitinin yaradılmasına ibarət olunur. Fəaliyyət istiqamətlərimizə gəldikdə, mezenkmal kök hüceyrələr yəni ən mükəmməl hüceyrələrdir, hocanın da qeyd elədiyi kimi. Amma eyni zamanda biz fibroblast hüceyrələrinin yetişdirilməsinə başladıq və araşdırma məqsədindən klinik tədqiqatlara apardıq. Mezenkmal kök hüceyrələr seçərkən ilk növbədə biz umbikal kort hüceyrələrinə üstünlük verdik. Amma tək umbikal kort deyil, Bartonjellindən aldığımız, göbək cihazından aldığımız Bartonjellidən deyil, eyni zamanda diş pulpasından, piy toxumasından və sümeyliyindən alınmış hüceyrələr yetişdirdik və həmin hüceyrələrin tətbiqinə başladıq. Yəni bu hüceyrələr göründüyü kimi bir sıra toxumalarda regenerativ xüsusiyyətə malikdir. Öyrəkdə olsun, qaraciyərdə olsun, ürək toxumasında olsun, trofik yaralar olsun, sümük əzələ sistemi olsun. Bunların hər birində öz təsirlərini göstərir. Bayaq da qeyd elədiyim kimi, CD markerlərin çox böyük önəmi var. Aldığımız hüceyrələrin doğrudan da mezenkmal kök hüceyrə olması ən vacib faktorlardan biridir. Bunun üçün bütün hüceyrələr standarta uyğun olaraq CD markerlərin yoxlanması ilə təmin olunur və bu CD markerlər CD105, CD73, CD90 bunlar pozitiv olması gərəkir və bu rəqəmin 90-dan yuxarı olması vacib şərtlərimizdən biridir. Növbəti slaydda həmin CD markerlərin laboratoriyada yetişdirdiyimiz hüceyrələrdə 99-98 olmasının bariz nümunəsini göstərirəm. Eyni zamanda CD negativ markerlərimizin olması, yəni CD34 mənfi olması, eyni zamanda CD34-ün mənfi olması ən önəmli faktorlarımızdan biridir ki, hemopoietik kök hüceyrə deyil də aldığımız hüceyrələrin mezenkmal kök hüceyrə olmasını təsbit edək. Bugün laboratoriyada daha ağırlıqlı oftalmoloji patologiya ilə olan xəstəliklərdə istifadə olunur. 44% hüceyrələrimiz oftalmoloji sahədə istifadə olunmuşdur. Bunlar daha çox optik sinirin atrofiyası, makula distrofilər, pigmentli retinit, retinopatiyalar bu sahədə gözçülərimiz tərəfindən tətbiq olunmuşdur. İkinci sırada nevroloji xəstəliklər önəm daşıyır. Daha çox sinir zədələnmələri bu sahəyə aiddir. Üçüncü yerdə isə estetik və regenerativ
hissəmizdir. Bu da 17% ehtimal, 17%'dir. Burada toxumanın bərpası, anti-aging, rekonstruktiv göstəricilərdə əsas. Və son olaraq öz sahəm olan hematoloji və travmatolojidir. Bunlar 7%'ni təşkil edir. Bu göstəricilər bizim 2024-cü ildə əldə etdiyimiz göstəricilərdir. 2025'də də demək olar ki, buna yaxın göstəricilərdir. Biraz fərqlər var, amma yenə də əsas hədəfimiz oftalmoloji, nevroloji, travmatoloji, revmatoloji və anti-aging terapiyasından ibarət olmuşdur. Bunların bərpasını gördük. İkinci xəstəmiz çox ağır bir xəstədir. Bu xəstə haqqında ətraflı məlumat vermək istəyirəm. Xəstə bizə 2024-cü ildə sırasında ciddi bir protokolların aparılması, ciddi bir protokolların yazılması hal-hazırda əsas məqsədimizdir. Və bu protokolları yazdıqdan sonra bəlli bir xəstəliklərdə tətbiq eləmək əsas məqsədimizdən biridir. Eyni zamanda Oftalmologiya İnstitutu ilə bərabər bir memorandum imzaladı və bu memorandum çərçivəsində artıq müalicəsi olmayan bir sıra oftalmoloji xəstəliklərdə kök hüceyrəni tətbiq etməyə başlayacağıq. Bu Ərdal Hocanın laboratoriyasında bizim mütəxəssislərin keçdiyi kurslardır, onların sertifikatlarıdır. Ərdal Hocanın çox böyük zəhmət oldu bizim laboratoriyanın ərsəyə gəlməsində. Dediyimiz kimi bu laboratoriyada biz tək klinik uygulama deyil, daha çox araşdırma və elmi tədbiqlər istifadə edirik. Araşdırma mərhələsində olan bir sıra proyektlərimiz var. Bunlardan birini Harvard Universiteti ilə bərabər apardıq. 2022-ci ildə Harvard Universitetinin əməkdaşlıq çərçivəsində insan fibroblast hüceyrələrinin ekzogen polimeraz tətbiq edərək həmin hüceyrələrin immortalizasiyasını araşdırdıq və bir aylıq müddət ərzində bu fibroblastlar üzərində apardığımız nəticədə biz gördük ki, həmin fibroblastlarda PL3 geninin göstəricisi normal səviyyədə müşahidə olundu və bu da bizim üçün çox böyük bir nəticə oldu. Eyni zamanda 2024-cü ildə başladığımız bir tədqiqat Tibb Universitetinin Sitologiya, Embriologiya və Histologiya kafedrası ilə bərabər apardıq. Tədqiqatda heyvanlar üzərində apardıq tədqiqat. Heyvanlarda iltihabi bir model yaratdıq və bu modeldə aldığımız nəticə hal-hazırda yayınlanıbdır. Böyük bir nəticə oldu. Demək, 45 sıçan üzərində aparılan tədqiqatda sıçanlar bir neçə qrupa ayrıldı. Birinci qrup kontrol qrup oldu. İkinci qrup mezenkimal kök hüceyrə tətbiq elədiyimiz qrup oldu. Digər qrup yalnız mezenkimal kök hüceyrə və liposaxarid qrup oldu. Və biz burada tətbiq etdikdən sonra mezenkimal kök hüceyrənin təsirinə məruz qalan sıçanların daha aktiv olduğunu və iltihab zonasının tam bərpa olunduğunu gördük. Digər sıçanların isə qısa bir müddətdə məhv olmasına şahid olduq. Eyni zamanda Tibb Universitetinin stomatologiya kafedrasından diş ətində, diş pulpasından aldığımız hüceyrələri yetişdirmişik. O tədqiqat hələ aparılır, hələ davam edir. Eyni zamanda insanın diş pulpasından əldə etdiyimiz mezenkimal kök hüceyrələri diş ətinə tətbiqini araşdırdıq. Yenə deyirəm, bu mərhələ hələ araşdırma mərhələsindədir, davam edir. Bu bizim son məqaləmizdir, hansı ki Türkiyədə də bir konfransda, İzmirdə olan bir konfransda bu məqalə getmişdi. Eyni zamanda Journal of Medicine, Science Journal of Medicine'da dərc olunmuşdu.
Diqqətiniz üçün, səbriniz üçün təşəkkür edirəm. Suallarınıza cavab verirəm.